Hepinize salam dostlar. Bugün yine karşınızda mən Ayxan Əzadəyəm. Öncəki videoda Azərbaycanda tələbə həyatı barədə danışıb, ümumi məsləhətlərimi sizə çatdırmışdım. Amma bugün istədim ki, bu mövzunu daha da dərinliyini və ixtisas seçimindən və sizə uyğun sahəni tapmağın yollarından danışaq. Məqsəd isə həmişə olduğu kimi bəllidir. Gənclərin maariflənməyi və karyeralarında daha uğurlu addım atmaları üçün bir xəritə rolunu oynamaq. Təbii ki, bu videonu bu səbəbdən çəkirəm. Sizdə isə tək istəyim mənə dəstək olmaq adına videonu bəyənməyiniz və dostlarınızla paylaşmağınızdır. Gəlin isə çox gözlətmədən keçək videonun əsas hissəsinə. Dostlar, hazırda universitet qəbulu prosesində olan bir çox abituriyent üçün yaxın gələcək tam olaraq qaranlıq bir yuxu kimidir. Bunu mən də yaşamışam. Fikrimcə düşünməyi bacaran və həyata müəyyən məqsədlərə çatmaq üçün gələn hər kəs də bunu yaşayır. Amma bu qaranlığın içərisində öz işığınızı yandırmağı bacarmalısınız. Bu işıq yananda avtomatik olaraq siz həyat puzzlının hissələrinin necə birləşdiyini görməyə başlayacaqsınız. Uşaqlar, ixtisas seçməkdən zaman gələcəyə və öz maraqlarınıza mütləq fikir verməlisiniz. İstəmədiyiniz bir ixtisasda təhsil almaq sizin üçün çox sıxıcı, bəzən də dəhşətli ola bilər. Əgər balınız yetərincə yüksəkdirsə, yenə də çalışın, istədiyiniz ixtisasa təhsil alın. Baxın, ətrafında xeyli insan var, hansı ki onlar 500, 600-dən yuxarı ballar toplayıblar. Hamısı çox yaxşı ixtisaslara təhsil alırlar. Amma öz ixtisaslarını sevmədikləri üçün onun dərinliklərini enməyə çətinlik çəkir və o qədər əziyyətə rəğmən ilk onda tamamilə motivasiyadan düşürlər. İnsan həyatında disiplinin rolu böyükdür. Mən bunu danmıram. Amma məhz o alovu yandıran qığılcım olmazsa, təbii ki, o atəş alovlanmayacaq. Ona görə də çalışın, seçdiyiniz ixtisas içinizdəki odunlar üçün bir qığılcım rolunu oynasın. Bu seçimi edərkən öz fikirlərinizi ciddi şəkildə ön planda saxlamağa çalışın. Baxın, ailəniz daima sizin yaxşılığınızı istəyə bilər. Sizin üçün ən idealını arzulaya bilər. Amma nə bu ixtisası onlar oxuyacaq, nə də onlar çalışacaqlar. Və heç bir zaman unutmayın ki, hər insan üçün ideallar fərqlidir. Kiminin sizin üçün ən yaxşı olaraq düşündüyü seçim sizin sonunuz ola bilər. Sizin üçün arzu olunmaz saydığınız ehtimallar isə sizi gerçək xoşbəxtliyə çatdıra bilər. Buradan valideynlərə də səslənirəm ki, övladınızın həyatının özünün yaşamasına və doğrusu yanlışı ilə həyatı təcrübələrdən öyrənməsinə icazə verin. Düşünməyin ki, sizin verdiyiniz qərarlar həmişə doğru və idealdır. Yaxın zamanda 24 yaşlı pedofil ilə evləndirilən 13 yaşlı qızın da evlilik qərarını məhz ailəsi vermişdi. Unutmayın ki, sizin də öz üsulunuzca göylərə qaldırmağa çalışdığınız övladlarınız üçün əslində səma və xoşbəxtlik tamam ayrı bucaqda ola bilər. Nəysə, mövzudan çox kənara çıxmayaq. Gənclər, sizin üçün ən idealını özünüz düşünməyə bacarın. Çalışın qərarlarınızı azad verəsiniz. Həmişə xatırlayın ki, bu həyatda ətrafınızda danışanlar, valideynləriniz, qonşular, qohumlar sizin yerinizə yaşamır. Sabah siz yıxılanda əlinizdən belə tutmayacaq insanların fikirlərinə həyati önəm verib öz suvert xəttinizi dəyişməyin. Əgər siz həyat kitabınızı başqasının yazmağına icazə versəz, kitabın sonunda səhifələr vərəqləyərkən bir yoxdan ibarət olduğunuzu və nəhayətində öz yazılarınızdan əlavə etməyə vərəqin qalmadığını görəcəksiniz. Məhz bu danışdıqlarımı bu qədər uzatmağın səbəbi sizə işin məğzini başa salmağa çalışmaqdır. İndi isə gəlin, məncə bu günlük bu qədər bəsdir. Sağ olun, salamat qalın. Hər nə olursa çalışın sağlıqla qalın.